Mən səndən nə istəyirəm? Səndən istədiyim tək bir şey. Hə. Sən, mən demişəm ki, anam Çin dilində danışır. Yəni bizim dili bilmir deyə mən tərcümə edib göndərəm, reklam təşkil edirlər. Ben Çin dili bilmem, sen bilirsən. Yox, sən bilmirsən də. Ona görə demişəm anam Çin dilində danışır. Mən tərcümə edəcəm, göndərəcəklər bizim videomuzu başqa bir ölkəyə. Səndən istəyiblər. Mən nə istəmirəm? Ben danışamıyorum Çin dilində. Ağzıma gələn deyim burada. Elə mən şey edəcəm ki, Çin dilində danışır. Bunu xarici bir ölkəyə göndərəcəklər. Sənin nə qədər dillər bildiyi, yəni önəmlidir də. Sən ağzı bu tərəfə danışan bu şeylə mən tərcümə edəcəm. Yaxşı? 1 2 3 başlayıram. Sən Azərbaycanda qətiyyən sıfır danışmısan ha. Çünki getdi mən bu videonu şey edib göndərməliyəm. Yaxşı? 1 2 3 başladı. Mən sizin istədiyiniz bilgiləri anama demişəm. İndi anam danışsın. Buyur ana. İndi mən danışıram. Anam deyir ki, bütün reklam təkliflərini açıqam. Açıqam. Bu nə sözdür? Sən dilimi daha tərcümə adamı danışma. Deyir ki, bütün təklifləri, hər bir təklifi mənə edirsinizsə, mən bu təklifi dəyərləndirib qızıma deyəcəyəm. Deyir ki, yaşıma görə ola bilsin ki, mənə bəzi reklamlar vermirlər, amma mənim üçün heç bir fərqi yoxdur. Alt paltarı fərqi yoxdur, hər bir reklam təklifindən açıqam. Deyir ki, gülməli gəlir mənim yaşımla bağlı mənə bir şey deyəndə, deyirlər ki, bunu edə bilmərəm. Mən hər bir şey edə bilərəm. Yəni qadın hər bir yaşda qadındır deyir. Mən qadınlığımı hər kəsə göstərə bilərəm. Hal-hazırda söyledi, tərcümə eləmədi. Anam deyir ki, yaşımla bağlı məni vurmasınlar. Məni yaşdan vurmasınlar, haramdan vururlarsa vursunlar. Haramdan vururlar, dözərəm deyir. Mənim dilim başım çönmədi. Bəlkə cəmat söyləməm ki, çox qızı. Bala yox, poğaz alım sən mənə qızılda da at bu deyir. Bəlkə söylə. Bəlkə biz söz deyirəm. Tanımadı. Yox, sən Azərbaycan danışma, hə, danış indinə. Qoda badı haya. Badı qoda. Qoda gidi, gəldi Anam bidi, deyir qoda ki, bəli, xarici ölkələrdə Dubayda yaşamağı çox istəyərəm. Dubayın havası mənə çox yaxşı gəlir. Sən nə yalanla danışın, mənim adıma pox yiyirsən abi. O dinəndə? Ne hadi gel diyeyim, qoda qoda. Qoda qoda, qoda qoda. Uzun danışdı, uzun. Qoda qoda. Sən talış televizorda deseydin, cəhənnəm bitər eləyərdin. Dinəndə? Qoda qoda, qoda qoda. Xəttə, battı. Deyir ki, əgər şeyxlər, zatlar olarsa, şeyxlər də mənə müraciət edə bilərlər. Yəni ki, heç bir fərqi yoxdur. Tək ki, iş olsun, tək pul qazanım. Pul qazanmaq üçün deyir, hər yola əl ataram. Sən canınca pul qazanmaq üçün hər yola ataram. Pox deməyə, mənim də televizor açırsan, qoda eləyirəm orada. Bəlkə nə deyirəm, mən razıyam, razı deyirəm, nə ya? Yox, açıldın, bağlandın, nə deyir? Qoda. Yəni deyir ki, mənim dediklərimi düzgün tərcümə elə, mənimlə iletişimə keçsinlər, mənim dedi WhatsApp nömrəmi ver, özümü yığsınlar. Sən canınca, mənim nömrəmi heç kəsə verə bilməm. Badı qoda, badı. Deyir ki, hər bir təklif mənim üçün bir simvoldur. Sən burada var ya, dumbalı var ya, xambada var ya. Bütün təkliflərinizi WhatsApp-ımda gözləyirəm, görüntü də yığa bilərsiniz, hər nə edəcəyəm. Xeyr, sən canınca hər nə edəcəm, yox, indi deyərəm, gəlin, hazıram. Söpəyin qızı ya. Buyur. Tutarmadı, qoda. Xudahafiz. Gördüğünüz gibi Xudahafiz dedi. Xudahafiz madəri, Xudahafiz anayı, Xudahafiz anne, Xudahafiz mama, Xudahafiz. Hər dildə deyil ki. Hə, belə bütün dillər qoyub bizə qulaq aslında. Xudahafiz mать, Xudahafiz родная мама. Я люблю тебя и все azərbaycanca buradan salamlarımızı göndəririk. Mam bu yenə də özlüyündə deyəndə. Gəl nə deyir? Gəl nə qoda. Xudahafiz, paka. Gördüğünüz kimi hər dildə danışa bilir. Videonu izlədiyinizə görə təşəkkürümüzü bildiririk. Aşağıdakı nömrələrdən anamın WhatsApp nömrəsindən görüntülü yığa bilərsiniz. Mən danışmayacağım görünür. Danışarsın.